Dünən həftənin 4-cü günü idi, cümə axşamı. Azərbaycan futbolu üçünsə sözün hər iki mənasında cümə axşamı oldu. Avrokuboklarda meydana çıxan hər üç klubumuz oyunu nəticəsi ilə bizi məyus etdi. Dünən qarşılaşdığımız 3 rəqib arasında hər baxımdan ən zəifi Estoniya təmsilçisi Payde idi. Amma Zirə bu hazır loxmanı uda bilmədi. Estoniyadakı ilk oyundan 0-1 məğlub qayıtmasına baxmayaraq Rəşad Sadıqovun komandasına inam çox idi. Cavab görüşündə də 5-ci dəqiqədə Zirə hesabı açanda artıq hamı növbəti mərhələni, növbəti rəqibi düşünürdü. Gəl ki, Zirə meydanda bütün komponentlərdə rəqibdən üstün ola növbəti mərhələyə vəsiqəni öz əli ilə Estonlara verdi. Oyunun statistikasına diqqət. Topa sahib olma 71-29, qapı çərçivəsinə zərbələr 9-2, kornerlər 9-2. Bütün bu üstün rəqəmlərdənsə kaş bir qol olardı. Təəssüf ki, qəfil ölümü xatırladan o qolu rəqib vurdu və beləcə Zirənin Avrokubok macərası heç nədən bitdi. Məyus edici bir məğlubiyyət oldu. Mərhələni keçəmədik. Hər şey göz qarşısındaydı, göz qabağındaydı. Erkən qol, çox sayılı qol epizodları, bu qədər qol epizodların istifadə demək də olmur. Dirəkdən, qapıcı, müdafiəçi. Bəlkə də 3-4 oyuna sığacaq qədər qol epizodu yaratdıq, amma təəssüflər olsun top qapıdan keçmək istəmirdi. Və belə olan halda da çox vaxt baxırsan ki, sonuçta məğlub olursan və bugünkü oyunun da sonu elə oldu. Artıq sanki gedişat onu göstərirdi ki, qol vuramayacaq və rəqib mərhələni keçən tərəf olacaq. Rəqibi təbrik edirəm. Növbəti oyunlarda olaraq uğurlar arzulayıram. Biz çox məyusuq. Hər iki oyuna görə mərhələni keçməyə layiq tərəf biz idi, amma təəssüflər olsun ki, iki oyunda nəzərə alsan çox sayılı qol epizodları və böyük üstünlüyü nəticəyə çevirəmədik. Bu məğlubiyyətə bəraət yoxdur Rəşad Sadıqov. Bəli, hər iki görüşdə qələbəyə layiq tərəf Zirə idi, amma iki qarşılaşmada 180 dəqiqə ərzində Paydeyə cəmi bir qol vurursansa, Baydə deməkdən başqa çarəmiz qalmır. Zirənin hücumçuları bu qədərmi keyfiyyətsiz, qol duyumu olmayanlardı. Zirə Torpedo Kutaisiyə udulsaydı adamı bu qədər yandırmazdı. Estoniya klubuna uduzmaq sadəcə rəzalətdir, başqa adı yoxdur. Futbolumuzun qara cümə axşamına digər dırnaqarası töhfə verən klub Neftçi oldu. Ağqaralar bir həftə əvvəl Bakıdakı oyunda əsəbimizi korlamış, millətin ümidini yerə çırpıb tapdamışdı. Dinamo Minsklə cavab maçı Neftçinin baş məşqçi və oyunçularına öz günahlarını yumaq üçün verilən şans idi. Cavab oyunu da nə oyun? UEFA-nın sanksiyasına görə Dinamo Minsk də digər Belarus klubları kimi neytral meydanda oynayır. Rəqibə qarşı heç bir azarkeş təzyiqi yoxdur. Maç sanki Antalyanın otellərində təlim məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunudur. Hətta stadionun projektorlarını bir müddət tam yandırmamışlar. Meydan yarımqaranlıq görünürdü. Neftçi bax belə öz evindən, stadionundan didərgin düşmüş bir rəqiblə bacarmadı. Görünür, Neftçi üçün dərslərdən nəticə çıxarmaq dövrü çox keçmişdə qalıb. Neftçi Azərbaycan futbolunun flaqmanı adını daşıyırdı. O adı illərlə özünə yaraşdırmadığı uğursuzluqlar, məğlubiyyətlərlə hörmətdən saldı. İndi sosial şəbəkələrdə hər yerindən duran flaqman sözü ilə məzələnir. Neftçini idarə edənlər üçünsə görünür bu vəziyyət narahatlıq doğurmur. Nə qədər ki neft var, sokar olacaq. Sokar da varsa Neftçi yaşayacaq. Kim nə bacarır, qoparsın. Azərbaycanın ən zəngin büdcəyə malik iki klubundan biri olasan, alıb gətirdiyin xarici futbolçular Dinamo Minsk kimi Avropanın ortababdan da aşağı səviyyəli komandası oyunda bir işə yaramasın. Topu iki əli ilə qamarlayan Sakonu bundan sonra futbol yox, vaterpol yarışlarında sınayarsınız. Cenk Sümer Efendi, sizin Türkiyədə böyle takım yönəldənə nə yaparlar? Hər halda Türkiyədə bu qədər uğursuzluqdan sonra mediaya çıxıb şöyle böyle danışıb postunda çox qala bilməzsən. Bura isə arıq eşşəyin yaylağıdır. Hər cür rəzalət, fiyasko olursa olsun, sənə gözün üstə qaşın var deyən olmayacaq. Sizin üçün Avropa macərası başlamamış bitdi. Gəlin Azərbaycan çempionatına. Yenə bütün mövsümü hakim səhvlərindən video roliklər hazırlayın, o kluba bir söz atın, başqasının bildirməsinə gözləyin ki, cədvəldə ilk üçlüyə düşəsiz, yekunda da belə. Bir yaxşı işiniz oldu ki, pulla rəqibi almışsınız. Yoxsa Azərbaycan futbolunda klub rəhbərləri olub ki, bu Dinamo Minski topdan alıb oyunun stadionunun da projektor pulunu verib rahatca çıxardı növbəti mərhələyə. Bir buna görə sağ olun ki, Neftçinin adını belə işlərdə hallandırmırsınız. Gələk Avroliqadakı təmsilçimiz Qarabağa.
İki postsovet təmsilçisinə uduzan Zirə ilə Neftçidən fərqli olaraq Qarabağın rəqibi nisbətən təhlükəli idi. Ordu klubu olan SSK elə Qarabağa qarşı da ordu müharibə taktikası ilə oynayırdı. Hər iki oyunda qurulan müdafiə xəttini yarmağa Qarabağın oyuncularının gücü çatmadı. Yarımhəvəskar Vestre qarşısında suda balıq kimi görünən yeni transferlər bu dəfə susuz balıq kimi görünürdü. Heyətdən önəmli adlar gedib. Gələnlər isə hələ ki o səviyyədə deyil. Bəlkə də 2-3 aydan sonra Savo, Sefas və ya Muaddibdən bəhbəhlə danışacaq. Amma hazırda onlar Qarabağda fərq yaradacaq oyuncular kimi görünmürlər. Qarabağ bu yenilənmiş heyətlə belə Bolqarları səfərdə məğlub edə bilərdi. Xüsusən Yankoviçin əziyyətinə heyfslənməmək mümkün deyil. 180 dəqiqə qol vura bilmədiyin rəqib axırda gəlib penalti seriyası ilə turu adladı. Ötən mövsüm Çempionlar Liqasında xarüqələr yaradan qapıcımız Koxalski bu penalti seriyasına sadəcə qapıdan tamaşa elədi. Avroliqa ilə vidalaşan Qarabağ yoluna UEFA Konfrans Liqasında davam edəcək. Rəqib isə Ukrayna və Sovet İttifaqı futbolunun tarixini yazmış, amma indi əvvəlki əzəmətindən əsər əlamət qalmayan Dinamo Kiyevdir. İlk oyun avqustun 6-da Dinamo'nun ev oyunlarını keçirdiyi Polşanın Lublin şəhrində olacaq. Cümə axşamı bizi yasa qərq edənlər haqqında bu qədər. Qaldı Sabah klubu. Çempionlar Liqasındakı təmsilçimiz debüt etdiyi ali klub turnirində tarix yazaraq gedir. İndiyə qədər heç bir Azərbaycan klubu Çempionlar Liqasında debüt mövsümündə siftə etdiyi ildə ardıcıl 2 mərhələ keçməyib. Sabah bunu bacaran ilk klub oldu. Dambrauskas dediyi kimi də etdi. Kupsu Finlandiyada lazımınca zərərsizləşdirib turu adladı. Sabah bunu son mövsümdə aparıcı fiqurlarına olan Maludasız etdi. 21 yaşlı Fransız artıq Bazel'in oyuncusudur. Sabah 250 min avroya aldığı Maludanı 12 dəfə baha qiymətə 3 milyon avroya İsveçrələrə satmaqla bu işdən xeyli gəlir götürdü. Uğurlu seleksiya hər zaman qazandırır. Sevindirici haldır ki, Qarabağın, Sabahın oyuncuları samballı pullara, Avropada tanınan köklü klublara gedirlər. Özü də Qarabağın Kamilosunu, Andradesini Avropa oyunlarında görüb bəyəniblərsə, Maludanın Sabahla Avropada çıxışı cəmi Teneslə 2 oyun olub. Vəssalam. Demək ki, Azərbaycan liqası da artıq samballı klubların maraq dairəsindədir. Və bu liqanın çempionu Sabah artıq UEFA Konfrans Liqasının əsas mərhələsində yerini təmin edib. Hələ növbəti mərhələdə Danimarka çempionu Orhusu da keçərsə, minimum Avroliqanın liqa mərhələsi təmin ediləcək. Sabahı dartıb çempion etdilər, hakimlərin hesabını oldu deyənlər. Ağzınızı yumun, ürək bulandırmayın. Hər şey göz qabağındadır. Sabah bizim Avrokubok həyəcanımızı ən azı dekabra qədər uzatdı. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.